Azərbaycan feodal dövlətləri. Biz bunu əvvəlki dərsimizdə ərəbləri danışdıq və dedik ki, Abbasilərin zəifləməsinin səbəbi nə oldu? Xürrəmlər hərəkatı. Və bunun nəticəsində Abbasilər xilafəti parçalandı, müstəqil dövlətlər yarandı. Azərbaycanda həmin dövrdə yaranmış müstəqil dövlətlərimiz hansılardır? Görmüşük, Şirvanşah, Sacı, Salahiyyə və Şəddadi dövlətlər yaranmış oldu. Bəli. Nəticədə şahidlər diqqətli olun. Deyir ki, Ərəb xilafəti zəiflədi, əyalət hakimləri mövqeyi möhkəmləndi. Əyalət hakimlərinin mövqeyi. Yəni, əyalət hakimləri kimlərdir? Əvvəllər Ərəb xilafətinə tabe olan vilayətdə bu əmirliklər vardı. Onlar idarə edən əmirlər. Əsasən də ərəblər idi, sonradan yavaş-yavaş türklər də var idi. Onlar nə oldu? Mövqeyi möhkəmləndi, əmirlər müstəqil siyasət yeritməyə başladı. Müstəqil siyasət yeritmək o demək ki, artıq onlar mərkəzi hakimiyyətə tabe olmadan özləri sərbəst şəkildə özlərini idarə edirlər. Yəni müstəqil dövlət qururlar mənasındadır. Bunlar da həmin dövlətlərimizdir. İndi Şirvanşahlar dövlətinə baxırıq. Dövlət yaranmazdan əvvəl Şirvanşahlar əmirlik qurmuşlar. Mərkəzi Bərdə olan əmirlik qurmuşdu. Bu əmirliyi quran kimlərdir? Məzyədlilərdir. 8-ci əsrin sonlarında Yezid ibn Məzyəd tərəfindən əmirlik yarandı. Diqqətli olun. Əmirlik elə dövlət deyil. Sizdən soruşsa ki, testdə bunu soruşur. Deyir ki, Şirvanşahlar dövlətinə aid deyil desə, dövlətə aid deyil desə, Məzyədlilər tərəfindən Bərdə əmirliyin yaranması dövlətə aid deyil. Çünki o dövlət deyil, sadəcə əmirlikdir. Məzyədlilər sülaləsi ilk əmirliyi quran, eyni zamanda Şirvanşahlar dövlətinin əsasını qoyan sülalə olacaqdır. Kim oldu? Yezid ibn Məzyəd müstəqil əmirlik qurdu. Mərkəzi Bərdə olan yarımüstəqil əmirliyi idi. Daha sonra isə oğlu 859-cu ildə Məhəmməd ibn Yezid əmirliyi mərkəzinə hara köçürdü? 59-cu ildə. Gəncədə, Bərdədən Gəncəyə köçürmüşdü. Yenə də, bax, bunlar dövlət deyil. Şahidlər, bura qədər olan hadisələr, baxın, bu hissəyə qədər olan hadisələr heç biri dövlətə aid deyil. Bu, əmirliyə aiddir. Şirvanşahlar dövlətinə aid deyil desə, bura qədər olan hissənin heç birini götürmürsünüz. Çünki bunlar dövlətə aid deyil, əmirliyə aid olan məsələlərdir. Şirvanşahlar dövlətinin yaranması isə aid olacaq neçənci ildən? 861-ci ildə Heysam bin Xalid tərəfindən 861-ci ildə Heysam bin Xalid tərəfindən yaranmışdı. Şirvan müstəqil elan etmiş oldu və ilk paytaxtı isə Şirvan şəhəri idi. Bəzən çaşırlar bunu Şamaxı olaraq götürürlər. Xeyr, ilk paytaxtı Şirvan şəhəri idi. Nə eləmişdi? Şirvan şəhərində taxıl anbarı, taxıl saxlamaq üçün anbarlar inşa etmişdi. Şirvanşahlar dövlətinin mənşəyi ərəb mənşəlidir. Azərbaycanın şimal-şərq torpaqlarını əhatə edir. Təkrarlayıram. Azərbaycanın hansı ərazilərinin şimal-şərqini əhatə edir. Bəzən belə də deyir, Azərbaycanın Kürdən şimaldakı torpaqlarını və yaxud da Kürdən Dərbəndə qədər olan torpaqlarını neyinirdi? Əhatə edirdi. Şirvanşah Əbu Tahir. Əbu Tahirin hakimiyyət dövründə 918-ci ildə paytaxtını Şamaxı şəhərinə köçürmüşdü. Ərazisi genişləndirilmişdi dövlətin. Bunlar dedik. Keçirik. 10-cu əsrin 80-ci illərində diqqətlə baxırsınız. 10-cu əsrin 80-ci illərdə Şirvanşahlar birləşən ərazi Qəbələ, Bərdə, Şabran, Şəki, Tabasaran, Sənariyə və Dərbənd. Dərbəndin xüsusilə qeyd edilir neçənci ildə? 988-ci ildə Dərbənd ərazisi Şirvanşahlara birləşdirildi. 988-ci ildə. Baxaq, idarə etməyə baxırıq. Şirvanşahlar dövlətində şahidlər. Birinci yerdə şah gəlir, qeyri-məhdud hakimiyyətə malikdir, hər şey onun ixtiyarındadır. Sonra şahzadə əyalətləri idarə edir. Vəzir inzibati maliyyə işlərinə baxır, bütün dövlətlərə demək olar əsasən eynidir. Və bu çox vaxt vəzifə irsən keçirdi. Hacib bunun haqqında xüsusi qeyd edir, testlərdə soruşur. Hacib sayədə xüsusi vəzifələrdən biridir. Qoşun əsasən xüsusi qoşundan ibarətdir. Baxaq, Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyətini deyir şahidlər.
toplumun suallarından biridir. Qədim dövlətçilik ənənələrin yenidən dirçəlməsi. Demir ha ki, ilk dəfə müstəqil dövlətlərin yaranması yox. Çünki ilk müstəqil dövlətimiz Manna dövləti olacaqdı. Amma burada nə deyir? Qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsinə müsbət təsir göstərmişdi. Yəni bu demək ki, əvvəldən bizdə müstəqil dövlətlər var və indidən yenə həmin adət-ənənə davam edir. Eyni zamanda şimaldan gələn hücumların qarşısı almasında müsbət təsir göstərmişdir. Dərbənd Əmirliyi qısa olaraq bunu da deyib. Bab-ül-Ərbab adlanır Qapılar qapısı Dərbənd şəhəri 869-cu ildə ərəb mənşəli Haşimlər sülaləsi tərəfindən idarə olundu. Haşim ibn Suraka tərəfindən yaranmışdı. 988-də biraz əvvəl yuxarıda demişdik, Şirvanşahlara tabe oldu. 1075-ci ildə Şirvanşah 1-ci Fərruz tərəfindən varlığına son qoyulmuşdur. Tiflis Hüsəmin Əmirliyi, o da ərəblərin zəifləmə nəticəsində yaranmış bir əmirlik idi. Şərqi Gürcüstanda 8-ci əsr 30-cu illərdə ərəblər canişinlik qurmuşdular. 9-cu əsrdə isə onun təsirindən çıxaraq müstəqil olmuşdu. Dərbənd Əmirliyi deməli Cəfərlər, Şüeybilər sülaləsi tərəfində, daha doğrusu Tiflis Hüsəmin Əmirliyi Cəfərlər, Şüeybilər və Şeybanilər sülaləsi tərəfindən idarə olunurdu. Baxın, bu sülalələrin adlarını bizə qeyd edəcək. Testlərdə soruşacaq buradan. Didqori döyüşü burada qeyd edilibdir. Qısa olaraq Didqori döyüşündən bir il sonra 1122-ci ildə Tiflis Hüsəmin Əmirliyi ləğv olunacaq. Bunu biraz sonraki mövzularda deyəcək. Şirvanşahlar 11-13 mövzularında geniş şəkildə açıqlamasını deyəcək sizə. Şəki hakimliyi də 9-cu əsrdə yaranmışdı. Azərbaycan şimal qərbində yaranmışdı. Kiçik bir hakimlik olmuşdu. Çox da güclü bir hakimiyyətə malik değildi. Sacilər dövlətimiz, şahidlər, Sacilər mənşəcə türk mənşəlidirlər. Sualən bansı Əbüsacı Dibdad olmuşdu. Onlar Afşin titulu daşıyırdı. Ərəb ordusundakı həmin Afşin də bu nəsildən idi. Sacilər nəslindən idi. Sacilər Mərkəzi Asiyada yaşayırlar. Onlar Azərbaycan köçürmə məqsədi Bizansla olan sərhədin möhkəmləndirilməsi idi. Ərəblər Azərbaycana köçürmüşlər Sacilər və Azərbaycan onları iqta olaraq vermişdi. Qarşılığında isə Bizansla sərhədi qorumaq tapşırılmışdı. Yəni iqta olaraq verilmişdi Azərbaycan ərazisi ərəblərə iqta olaraq verilmişdi. Əbüsac Dibdad sülalənin banisi, dövlətin yox. Amma Əbüsac Dibdadın oğlu Məhəmmədin vaxtında isə, onun dövründə onlar daha da gücləndilər və nəticədə 898-ci ildə Əbüsac Dibdad Marağa Dəbil şəhərlərini tutaraq Gürcüstana yürüşlər etmişdi. Öz adına pul kəsərək müstəqil dövlətin əsasını qoydu. Təkrar Məhəmməd ibn Əbüsacın dövründə müstəqil dövlətin əsasını qoydu. Öz adına pul kəsdirmişdi. Bu xüsusiyyət Yusif ibn Əbüsacda oxşar cəhətdir. Az sonra deyəcəyik indi onu. Marağa deməli Sacilər dövləti türk mənşəli idi. Azərbaycanın cənubunda yaranmışdı. Çünki paytaxtı Marağa və Ərdəbil şəhərdir. Təkrarlıq Azərbaycanın cənubunda. Çünki paytaxt şəhər Azərbaycanda cənubda yerləşmişdi. Marağa və Ərdəbil dövlətin nə idi? Paytaxtı olmuşdu. Yusif ibn Əbüsacın dövründə o da xarici siyasət yeritmişdi. Dövlət daha da gücləndi. 912-ci ildə isə xilafətə vergi göndərməsi tamamilə dayandırıb. Bu dövlətin tamamilə güclənməsi demək idi. Xilafət buna görə birinci səfər yürüşə başladı. Sacilər üzərində yürüş etdi və Yusif ibn Əbüsac onu məğlubiyyətə uğratmışdı. Hətta 917-ci ildə o döyüşlərdən biri 917-də baş vermişdi və xilafət qoşunları məğlub olmuşdu. Yusif öz adına pul kəsdirmişdi və Sacilər dövlətini daha da gücləndirmişdi. Amma sonuncu döyüşlərin birində Yusif əsir götürülü 3 ilə yaxın əsirlikdə qaldı. Xalqın istəyi ilə, tələbi ilə sonradan geri qaytarıldı. Azərbaycan geri qayıtdı. Geri qayıtdıqdan sonra müstəqillik daha da möhkəmləndi. Ani Dəbil, Tiflis, Kaxetiya ərazisində diqqətli olun. Bunlarda Kaxetiya deyəcək Sacilərdə, Salarilərdə isə Şərqi Gürcüstan deyəcək. Ani Dəbil, Tiflis ərazisi oxşar cəhət deyəcək. Biraz sonra bəzi hökmdarlardan, onlardan indi fikrimizə gələnlərin birini deyirik. Deməli, Səlcuq hökmdarı Alparslanla oxşar cəhət olacaq. Sonra Gürcülər asılı salmışdı. Şirvanşahlar dövlətini tabe etdi, yəni asılı hala düşdü. Bu Salarilərin oxşar cəhətdir. Tiflis Dərbənd Əmirliyində dövlətə
birləşdirmişdi. Paytaxtı Marağadan Ərdəbilə köçürmüşdü. Sacilər, deməli, paytaxt Marağa və Ərdəbil şəhəri 2 dənə. Türk dövlətləri hakimiyyət altına alındı. Deməli, Azərbaycan, daha doğrusu üzrə ifadəni səhvdir. İlk dəfə olaraq Azərbaycan bütün vilayətlərini vahid halda birləşdirmişdi. Bütün vilayətlərini vahid dövlət şəklində birləşdirmişdi. R şəhəri Samanilərdən yer alacaqdı. Bu da verəcək testlərdə topluluq suallarından biridir. Diqqətli olursunuz. İslahatlar keçirtmişdi, dövlətin vəziyyətini xeyli yaxşılaşdırdı. Amma Yusif Nəbsazın ölümündən sonra isə dövlətin vəziyyəti zəiflədi. 941-ci ildə sonuncu Sacı hökmdarı Deysəm hakimiyyətdən salındı Salarilər tərəfindən. Bununla da Sacilər dövləti süqut etmiş olacaq. 941-ci ildə sonuncu hökmdar Deysəm. Bu adlarda hökmdarlarda diqqət olacaq. Salarilər. Növbəti bir türk dövlətimiz olan Salarilər. Deməli, Deyləm hakimi olan Salar, Mərzvad İbn Məhəmməd 941-ci ildə gəldi, sonuncu Sacı hökmdarı Deysəmi hakimiyyətdən salaraq yerində öz dövlətini qurmuş oldu. Sonuncu hökmdarı hakimiyyətdən saldı. Salarilər dövləti paytaxtı Sacı Ərdəbildir. Sacı və Salarilər dövlətinin yaranması Cənubi Azərbaycana aiddir. Yəni onun mərkəz şəhəri, paytaxtı Cənubi Azərbaycanda yerləşirdi. Baxaq, Azərbaycanın Şimal-Şərq torpaqları Şirvanşahlar dövlətini Şərqi Gürcüstanı özünə tabe etmişdi. Şərqi Gürcüstanı özünə tabe etmişdi. Dərbəndə ələ keçirmişdi. Bu da nədir? Şirvanşahlarda da olan oxşar cəhət olaraq deyəcəksə. İlk dəfə olaraq Salarilər dövlətdə ticarət gəmiləri üzməyə başladı Xəzər dənizində. Hərbi donanma deyil ha bu, ticarət donanmasıdır. Yenidən vahid halda birləşdirildi Azərbaycan torpaqları. Yaxın Şərqin həyatında mühüm rol oynamışdı Salarilər dövləti. Bu xüsusiyyətini soruşur bizdə testdə. Yaxın Şərqin həyatında mühüm rol oynamışdı. Ölkədə yenə də Sacilərdən sonra yenə də vahid halda birləşməsi, onun çəkməyə son qoyması, asayiş təmin edilməsi müsbət rol oynamışdı. Bərdə faciəsi 944-cü bunu Slavyan yürüşlərində daha geniş deyəcəyik. Bərdə faciəsi. Ərazisi Dərbənddən Fərat və Dərcə çayının yuxarı axarlarına qədər əhatə edirdi. Sacilərdə Dərbənddən Zəncana qədər idi. Burada isə Salarilər Dərbənddən Dərcə Fərat çayına qədər olan hissəni əhatə edir. Mərzban Məhəmməd qanunnamə hazırlamışdı. Azərbaycanda tək nadir halda qanunnamə hazır hökmdarlardan biridir. Vergi sistemini nizama salmışdı. Və onun gördüyü bu islahatlar dövlətin gücünü artırmışdı. Sonuncu baxırıq. Mərzban Məhəmmədin ölümündən sonra hakimiyyət uğrunda mübarizə başladı. Qardaşı ilə oğlanları arasında. Bu mübarizə dövləti zəiflətdi. Eyni zamanda Slavyan yürüşləri, bu iki dənə səbəb, daxil çəkmə və Slavyan yürüşləri dövləti zəiflətdi. Nəticədə sonuncu hökmdar İbrahim Mərzban 981-ci ildə hakimiyyətdən salındı. Bununla da dövlət süqut etdi. Dövlətin süqutundan əvvəl Gəncə ətrafı ərazilər əldən çıxmışdı və dövlətin bir hissəsində, şimal hissəsində Şəddadə dövləti yaranmışdı 971-ci ildə. Amma sonuncu olaraq 981-ci ildə isə Əbülhica tərəfindən İbrahim İbn Mərzban hakimiyyətdən salınmaqla dövlət süqut etdi. 981-ci ildə Salar dövləti son qoyuldu. Rəvvadilər dövləti şagirdlər. Rəvvadilər. Bunlar da əmirlik şəklində fəaliyyət göstəriblər. Ərəb mənşəlidirlər. Azərbaycanın cənubunda yaranmışdılar. Əzdilər nəslinə aiddir. 8-ci əsrin sonunda Rəvvadi əmirliyin əsası qoyulmuşdu. Marağa, Təbriz, Qaradağ, Əhər ərazisini idarə edirdi. Bunu biraz sonra deyəcəyik. Marağa, Təbriz məsələsi Ağsunqurilərdən danışanda deyəcəyik sizə. Yarım müstəqil əmirlik olmuşdu. Ərəb mənşəli idilər. Sülalənin nümayəndəsi olan Əbülhica 981-ci ildə
Sonuncu Salari hökmdarı İbrahim Mərzbani hakimiyyətdən saldı və yeni bir dövlətin əsasını qoydu. Dövlətin ərazisinə daxil Azərbaycan cənub torpaqları və bir də Muğan hakimliyi. Daha sonra Muğan ərazisini biz Şirvanşah Huşəngin hakimiyyət dövründə deyəcək Kəsranilərin son nümayəndəsi Muğanı tabe etmişdi. Oxşar cəhət olacaqdı. İlk paytaxtı Ərdəbil olmuşdu. Salarilərdə olduğu kimi. Daha sonra isə Təbriz dövlətin paytaxtı oldu. Təbriz ilk dəfə olaraq Rəvvadilər dövründə paytaxt şəhərə çevrilmişdir. 1028-ci ildə Sultan Mahmud Qəznəvini özünə tabe etdikdən sonra burada deməli baş verən proseslərdə 2000 Oğuz ailəsi Azərbaycana gəlmişdi. Təxminən 1028-ci ildə, bəzən 11-ci 20-ci illərdə deyilir. Gəldilər Rəvvada kimi Vəstan icazəsi ilə Azərbaycanın cənubunda məskunlaşmışdılar. Nəticədə Azərbaycanlı Rəvvada hərbi gücü artmışdı. Türklərin mövqeyi artmışdı. Necə? Yox. Eyni deyil. Salarcı və Əslini eyni deyil. Ayrı adamlardır.